Hər vaxtınız xeyir Prizma izləyiciləri, hər zaman olduğu kimi biz yenədən sizin qarşınızdayıq. Prizmanın yeni buraxılışından mən də salamlayıram hər birinizi. Geridə qalan həftəyə qısa bir nəzər salacağıq. Elə isə keçən həftənin xəbərlərinə birlikdə nəzər salaq. Aydan nəzərinə çatdırmaq istəyirəm ki, keçən həftə uşaqlarla bağlı çox xəbərlər oldu və bu təəssüf hissi ilə bildirmək istəyirəm ki, artıq sərhəddir, pikdir deyə düşünürəm. İndi nəzərinə çatdıranda sən də biləcəksən. İlk olaraq Bakıda şagird ölüm siyahısı hazırlayıb. Bakıda daha bir məktəbdə təhdidlə bağlı həyəcan yaşanıb. 275 nömrəli tam orta məktəbdə 5-ci sinif şagirdi sinif yoldaşlarını ölümlə hədələməkdə ittiham olunur. Bildirilib ki, şagird hətta hədələdiyi uşaqların siyahısını da hazırlayıb. Məktəbin açıqlamasına görə həmin şagird 16 noyabr 2022-ci ildə bu məktəbə köçürülüb, lakin sonradan valideyni tərəfindən əvvəlki məktəbinə geri qaytarılıb. Hadisə ilə bağlı məktəb psixoloqları tərəfindən şagirdlə iş aparılıb və valideynə fərdi mütəxəssis dəstəyi tövsiyə olunub. Eyni zamanda məktəb daxilində davranış qaydaları ilə bağlı zəruri tədbirlər həyata keçirilib. Oxşar xəbərlə davam edirəm. Bakıda 9-cu sinif şagirdi xəsarət alıb. APA'nın məlumatına görə hadisə ilə bağlı Yasamal rayon polis idarəsi tərəfindən cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir. Təbibdən bildirilib ki, aprelin 20-sində yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzi nəzdində yanıq mərkəzinə yerləşdirilən 2011-ci il təvəllüdlü yeniyetmənin müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti ağırdır. Qeyd edək ki, hadisə 286 nömrəli tam orta məktəbdə baş verib. 9-cu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Şübhəli bilinən 2010-cu il təvəllüdlü yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə o digər şagirdin üzərinə spirt tökərək alışqanla yandırıb. Və bunu da diqqətinə çatdırmaq istəyirəm ki, Aydan, bu xəbərlər ötən həftənin xəbərləridir və ondan əvvəlki həftədə Türkiyədə faciəvi bir hadisə baş vermişdi və bu da yenə yeniyetmənin törətdiyi bir hadisə. Silsilə hadisələr. Oxşar hadisələr və hər bir hadisədə də yeniyetmələrin bu cür daxili aqressiyaları ön plandadır. Bu daxili aqressiya nələr səbəb olur? Mən bunları nəzərinizə çatdırmaq istəyirəm, həm də izləyicilərimizin. Daxili aqressiya uşaqlarda daha çox görülmək istəyib görülmədikdə, bir də duyğularını dilə gətirməkdə, özünü ifadə etmək istədiyi anlarda, amma bunun qarşısı alındığı zaman. Misal üçün, biraz misal çəkərək izah edin bunu. Uşaq evə gəlir, valideyninlə danışmaq istəyir ki, belə bir hadisə baş verib məktəbdə, sinif yoldaşlarımla belə bir konfliktimiz yarandı arada, münaqişə yarandı, sözümüz çəp gəldi və ya müəllim məni dinləmədi, mənə cəza verdi. Valideynə danışır, ya valideyn misal üçün də anaya danışır, ana yemək bişirir, hə, yaxşı, oldu, eybi yoxdur deyərək keçişdirir, yola verici ifadələrlə bəli, reaksiyalar verirlər. Amma daha sonra nə olur? Uşaq bir dəfə deyir, iki dəfə deyir və hər dəfə dedikdə eyni reaksiya ilə, eyni cavabla qarşılaşdığı üçün üçüncü səfər artıq bunu demir. Niyə? Çünki bilir ki, artıq o dinlənilmir. Və dinlənilmədiyinin fərqində də olduqda, dinlənilməsi üçün, eşidilməsi üçün, görülməsi üçün, mən varam kəlməsini hər kəsə göstərmək üçün bu cür hadisələr baş verir. Bundan öncə baş verən Türkiyədə hadisəyə də biz baxsaq, həmin hadisə barədə biz danışmışdıq. Ailədə şiddət var idi. Yəni şiddətlə bu insan iç-içə olduğu üçün o hadisəni törədib ki, yəni bir insan məni görsün artıq. O isyanı üzə çıxardıb. Gələk Bakı şəhərində, yəni öz ölkəmizdə baş verən hadisələrə, uşağın bir başqasının üzərinə spirt töküb yandırması, bu birmənalı şəkildə aqressiyadır. Necə bilə bilər? Spirtlə, yəni bir insana yanıq verər, yəni onu yandıraraq əzab verici. Biz bilirik ki, yanığın dərəcələri var. Ən ağır 4-cü dərəcəli yanıqdır. O uşaq da onu alıb artıq. Yəni niyə bir insan bu qədər daxilində aqressiya bəsləsin ki və öz həmyaşıda olsun bu? Arada necə bir ünsiyyət yaranıb, necə bir konflikt baş verib, nə baş verir? Uşaqlar nə üçün bir-birlərini dinləmirlər, niyə dinləmək istəmirlər, niyə qarşı tərəfin duyğularını görmək istəmirlər, empatiya əksikliyi yaşayırlar. Bunlar hamısı nədəndir? Duyğu görmədikləri üçündür o uşaqlar. Zamanında əgər təkcə valideynlər deyil burada məsələ, elə müəllimlərin özü olsun, bir böyük olsun, nənə olsun, baba olsun, əmi olsun, dayı olsun, xala, bibi, yəni böyüklər, böyük nəslini mən nəzərdə tuturam.
Uşaq əgər xoş duyğularla tanış deyilsə, daima bir aqressiya, xaos içində böyüyübsə, konfliktlər var o evdə, şiddət var, heç kimi dinləmir, hər kəs bir yandadır, ya natamam ailədir, natamam olmasa belə tam ailələr biz tanıyırıq ki, yəni o ailə sözüm yanlış anlaşılmasın, ayrılsalar daha yaxşıdır, nəinki bərabər bir evin içində yaşamaları. Bir evdə yaşayırlar, o ana-ata rolunu doğru şəkildə yerinə yetirmirlər. Baxın, burada biz bəzi şeyləri ayırmağı bacarmalıyıq. Ana-ata olmaq başqa bir şeydir. Cütlük olmaq başqa bir şeydir. Məsəl üçün, hazırki dövrdə biz diqqət yetirsək, valideynlər boşanırlar, yəni cütlük olaraq boşanırlar, amma siz hələ də ana və atasınız. Yəni ana atasına qarşı uşağı belə deyək də, yanlış fikirlər ona ötürərək atasına qarşı duyğularını qarışdırır. Yəni o qarışıqlığı yaradır orada. Uşaq da artıq arada qalır. Bilmir atanı çox istəsin, ananı çox istəsin. Atanı çox istəyir, ata ilə vaxt keçirmək istəyir. Ana qayıdır deyir ki, atanı çox istəyirsən, sən atanın qızısan və yaxud da atanın oğlusan, get. Arada artıq bir ayrı seçkilik yaradır. Ana-ata ayrı seçkilik yaradılacaq bir şey deyil. Və ya hər kəsin rastlaşdığı bir sualla ananı sevirsən yoxsa atanı sevirsən? Deyir hər ikisini, misal üçün deyir ki, yox, ən çox kimi sevirsən. Yəni ana-ata arasında niyə bu qədər ayrı seçkilik edirsiniz? Daha sonra da deyirlər ki, atasını daha çox istəyir, anasını çox istəmir. Və ya sosial şəbəkələrdə mən rastlaşmışam ki, uşaq kimin qucağına tez gedəcək? Ananın qucağına tez getdisə, ananı deməli çox istəyir və yaxud da ataya getdisə, atanı çox istəyir. Sözümüz bunda deyil. Təbii ki, yəni burada əsas məsələ yenə duyğulardır. Duyğuları biz uşaqlara nə qədər sağlam, doğru şəkildə öyrətməyi bacararıqsa, yəni o uşaq da sağlam şəkildə böyümüş olar. Bu uşağı dünyaya gətirmişiksə əgər, onu sağlam şəkildə də böyütməyi bacarmalıyıq. Aydan, indi bu məsələlərin kökündə deyirik ki, psixoloq yanaşması vurğulayır ki, ailə dayanır. Ailələrin bu etinasızlığın kökündə hansı səbəblər dayanır? Elə ona istinadən mən də bir fikir bildirmək istəyirəm. Ümumiyyətlə belə bir problem var ki, münasibətlər bitdikdə iki tərəfdən biri günahkar olmalıdır. Yəni əksi düşünülə bilmir. İnsanlar qavramır ki, ortada bir problem olmasa belə, əgər uyğun deyilsə bu münasibət, insanlar bir-birinə uyğun deyilsə, bu münasibət bitməlidir. Uyğun olmayan iki insan hara qədər bir yerdə həyat sürəcək? Təbii ki, biz burada boşanmanı təbliğ etmirik. İnsanlar sözlər çəp gəldisə, gedin boşanın da demirik. Sadəcə olaraq, əgər ortada bir problem varsa, onun həllinə fokuslanılmalıdır. Həll edə bilmirsinizsə ayrılmalısınız və bu ayrılığın bir günahkarı olmamalıdır. Uyğun deyilsə insanlar bir-birinə, ayrılıq qaçınılmazdır. Və ya madam ki, günahkar axtarırıqsa, günahı hərdən bir özümüzdə də görməliyik. Yəni zaten ortada bir cütlük varsa, arada həmçinin də konflikt varsa, burada mütləq ki, hər iki tərəfində yanlışları var. Yox, mən düzəm tamamilə, sən yanlışsan kəlməsi. Bu ümumiyyətlə bu sözü işlətmək yanlışdır. Birinci növbədə orada yanlış edirik. Sənin fikrinə gəldikdə Murad, valideynlər də o cür bir ailədə böyüdükləri üçün, yəni öyrəndikləri odur. Onların artıq beynində belə bir fikir var ki, ana-ata şiddət eləyər, danlayar, döyər, psixoloji olsun, fiziki olsun. İndi psixoloji şiddəti hər kəs bilmir necə olur, amma fərqində olmadan psixoloji şiddəti əksər valideynlər edir. Fiziki mən şiddət etməmişəm deyib, yəni şiddəti sadəcə döyməkdə görürlər. Yəni o döymək, yəni bədənində bir iz buraxmaq deyil təkcə. Onu psixoloji olaraq əzmək olsun, onun şəxsiyyətini alçatmaq olsun, onu görməmək özü olsun, hətta dinləməməyin özü olsun. Bu belə həmin o uşaqla psixoloji şiddət etmiş olur. Sizin dediklərinizə əlavə olaraq bəzi sözlər də deyəcəm, amma ondan öncə valideynlərə buradan səslənmək istəyirəm ki, əziz valideynlər, əgər bu dünyaya övlad gətirmisinizsə, yəni öz istəyinizlə dünyaya gəlib bu uşaq birdən-birə yaranmayıb və yaxud da sizin istəyinizdən kənar olmayıb, istəyinizdən kənar olsa belə seçim şansınız yenə də var dünyaya gətirib gətirməməklə bağlı. Yəni dünyaya gətirdiyiniz övladınızı nə üçün dinləmək istəmirsiniz? Anlayıram, bir böyük olaraq işləriniz çox ola bilər, çox yerə bölünə bilərsiniz, çox şaxələnə bilərsiniz, yorula bilərsiniz, tükənə bilərsiniz, amma siz bir şəxsiyyət olaraq yorulursunuz. Amma bir ana-ata olaraq üstləndiyiniz o rolun məsuliyyətini götürməkdən nə üçün qorxursunuz? Əgər qorxurdunuzsa, nə üçün bu dünyaya o övladı gətirmisiniz? Sözlərimi kimlərinsə xətrinə dəyə bilər və yaxud da sərt şəkildə gedə bilər, amma reallıq budur. Bəzən sadəcə olaraq el gözünə uşaq dünyaya gətirirlər. Amma hazır deyirlər o uşağı dünyaya gətirməyə. Hazırki dönəmdə bir ana götürək, hamilədir, hələ dünyaya uşağı gətirməyib, ilk övladıdır. İlk övladda əksər ana-atalar təcrübəsiz olduğuna görə ən çox yanlışı da o böyük övladda edirlər bunu.
Yəni sualım odur ki, hazırki dövrdə hansı hamilə bir xanım və yaxud da ata bir psixoloq dəstəyi alıblar ki, və ya psixoloq dəstəyi olmasın, analıqla bağlı olan o qədər mütəxəssislərimiz var ki, həkimdən bir məsləhət alsın, ginekoloqdan, androloqdan və ya bunlardan əlavə özü olsun psixoloqun yaşam koçları, mütəxəssislərimiz var, məhkəmələrdə ailə terapistlərimiz var. Hazırki dövrdə kim gedir deyir ki, mən hamiləyəm, uşaq dünyaya gətirəcəm, təcrübəsizəm, necə edim ki, uşağıma travma yaşatmayım? Və bu gün siz deyirsiniz belə, bu insanlara çox ağır gəlir. Yəni ağır gəlir bu evlənmək, uşaq dünyaya gətirmək və ağır gəldiyi üçün bu gün keçən dəfə rastıma bir video çıxıb deyir ki, Azərbaycanın evlilik saylarına görə ölkələr arasında axırıncı yerlərdədir. Yəni evlənən insanlar yoxdur Azərbaycanda, evlənmir insanlar. Və rəylərə baxıram, deyirlər ki, qızlarımız ağıllanıb, qızlarımız artıq ağıllıdır, ağılları kəsir, öz pullarını qazanırlar, ona görə evlənmirlər. Bir tərəfdən də bu məsuliyyətləri götürmək istəmirlər və məsuliyyət götürmək istəməyən insanlar ailə həyatı qurmur. Bu məsuliyyətin fərqinə varmayanlar da səhv şəkildə qurur və uşaqdır deyir. Uşaqdır da, dünyaya gətirdikdə çox təbii bir haldır da. Hamilə qalırsan 9 ay sonra uşaq dünyaya gəlir, yedirdirsən, içizdirirsən və uşaq öz-özünə böyüyür deyə düşünürlər. Anlayanlar da bu məsuliyyətin altına girmirlər. Amma gəl nəzərə alaq ki, həm evlilik, həm uşaq sahibi olmaq həm maddi, həm də mənəvi olaraq yük istəyir, məsuliyyət istəyir. Yəni bunu da nəzərə almaq lazımdır. Məsuliyyət hiss edir, bəli. Elə ona görə də planlı, proqramlı şəkildə olmalıdır bu hadisələr. Birdən-birə evləndim, ailə həyatı qurdum. Deyirlər ki, və yəni ev yoxdursa, insanlar ailə həyatı qurmamalıdır. Mütləq şəkildə ayrı evi olmalıdır. Hazır şəkildə tələb edirlər. Yəni bir zaman tanımırlar özlərinə ki, bu evi almaq da bir zaman tələb edir də, bu toyu etmək də bir zaman, maddiyyat tələb edir. Maddiyyatı qazanmaq da zaman istəyir. Buna da insanların səbirləri yoxdur. Hazır şəkildə istəyirlər ki, qarşı tərəfdən gəlsin. Elə buna görə də bu gözləntilər qarşılanmır. Qarşılanmadıqda insanlar deyir ki, yaşayıram da belə. Bütün bunları nəzərə alaraq Azərbaycanda da evlilik sayının azalmasına təəccüblənməməliyik. Amma evlilik sayı azalır, insanlar evlənmək, ailə həyatı qurmaq istəmir. Bu da mənə görə, öz fikrimdir, ailə institutunun dağılmasına səbəb olur. Ortada bir mənəviyyat qalmır, ailə anlayışı qalmır. Sən nə deyirsən Aydan? Ailə institutundan əlavə ailə dəyərləri də artıq mənasını, anlayışını itirir yavaş-yavaş. Hətta bu anlayış belə dəyişir zamanla. İnsanlar duyğularını itirirlər. Baxın, hazırki dövrdə bu hadisələrin baş vermə səbəbi nədir? Duyğusuzluq. Niyə insanlar duyğusuzdur? Güclü olmağa aşlayırlar. Kişi də olsun, hazırki dövrdə qadın da olsun. Məsələn, rəylərdə Sevinc özü də qeyd etdi ki, qızlarımız artıq ağıllanıb, öz işlərini görürlər, öz pullarını qazanırlar. Yəni evlilik puldurmu? Bu sualı verim öncə ilə. Evlilik maddiyyat üzərində qurulduğu zaman zaten elə qurulmamışdan dağılıb bu ailə. Amma pul tələb edən bir nüansdır. Pul tələb edilən bir şeydir. Yəni bugünkü gün bir su içmək üçün belə biz gedib əgər pul veririksə, yəni bu bir ehtiyacdan yaranan bir şeydir. Amma pul hər şey deyil axı. Pul hər şey deyil, amma çox şeydir. Çox şey ola bilər, amma yenə də bir ailədə olan o duyğunu bərpa etmir axı o pul. Misal üçün, hər hansısa biriniz kədərlisiniz və yaxud da hər hansısa bir probleminiz var, danışmaq istəyirsiniz, bölüşmək istəyirsiniz. Mən sənə gəlib o pulu versəm, rahat hiss edərsən, o kədərin üzüntün keçər, yoxsa mən sənin qarşında əyləşib, buyur Murad, nədir sənin canını sıxan, nədir sənə zərər verən və yaxud da buyur Sevinc, səni dinləyirəm. Yəni o dinləyirəm kəlməsini belə qarşı tərəfə ötürməkdən əlavə hiss etdirmək özü o pulun da yerini vermir. O pul onu ödəməyəcək. Yəni pulla alınacaq bir şey deyil. İnsanlar deyə bilərlər ki, duyğusal yanaşılır mövzuya. Yəni duyğu var ki, duyğusal yanaşırıq. Biz zaten duyğuları itirdiyimiz üçün bu yerlərə gəlmədik. Əlbəttə insanın varoluşu elə var olmaq ki kəlməsi var. Yəni duyğulardan biz əmələ gəlmişik. Duyğuların o atom zərrəcikləri bir-birə hamısı toxunublar bir-birlərindən. Yəni biz yaranmışıq da, biz necəsə dünyaya gəlmişik. Bir də fəlsəfədə belə bir yanaşma var, mən onu çox bəyənirəm. Deyir ki, bir vasitəni gözündə nə qədər ilahiləşdirirsənsə, onun yoxluğu sənin canını bir o qədər yandırır.
və səni depressiyaya salır. Mən də bir şey oxumuşam ki, Sevinç, tez-tez əysi olan bir şey bir müddətdən sonra əhəmiyyətsizləşir. Bəli. Yəni pulu, yəni o kağız parçasına o qədər məna yükləyirlər ki və o qədər onu ilahiləşdirirlər ki, onun olmaması artıq bir təhdid kimi gəlir insanlara. Onun olmaması insanları depressiyaya salır, aqressivləşdirir. Halbuki o qədər məna yükləməsələr, pulu uğura və yaxud da hər hansı bir istirahətə, ərzağa malik olmaq üçün bir vasitə olaraq görsələr, pulun özünü yox, vasitəsilə əldə etdiklərini uğur olaraq görsələr, məncə bu qədər olmamasını da dərdləməzlər. Yəni bir də bu tərəfdən baxaq ki, maddi ehtiyaclar sırasında ən alt sırada olur. Maddi ehtiyaclar, yəni burada təkcə pul baxımından getmir. Əldə edə biləcəyimiz ehtiyaclar, məsəl üçün telefon olsun, su olsun, bunlar hamısı maddiyə gedirlər. Amma ən yuxarıda əsas təbii ehtiyaclardır. Yəni o təbii ehtiyacların önəminin fərqində olsalar, o maddi ehtiyaclarını da qarşılamaq onlar üçün o qədər çətin olmayacaq. Yəni insan öz dəyərini nə zaman daha yaxşı anlayarsa, o zaman bu həyatda əldə edə bilməyəcəyi bir şey yoxdur. Biz xəbərdən çox şaxələndik. Mən duyğu üzərində burada qalmaq istəyirəm. Uşaqlara duyğunu biz nə qədər göstərsək, onların o qəlbindəki o istiliyi də çölə çıxarda bilərik. Belə deyək də, o qəlbindəki o istiliyi çölə çıxarmaq istədiyi zaman biz elə bir onu bastırırıq ki, yox, çıxartma çox istidir, ürəyim sıxılır və yaxud da yorğunam. Və ya qəbul edə bilmirəm, yorulmuşam. Çox danışırsan, çox sual verirsən. Uşaqlar öyrənmə ərəfəsində çox sual verirlər. Eyni sualı təkrar-təkrar verirlər. Öyrənmək üçün edirlər bunu. Və yaxud da ana və ata öz övladına nə isə öyrətməkdə çətinlik çəkirlər. Niyə? Öyrədə bilmirəm, zamanım yoxdur. Bir də burada Muradın dediyi sanki bir nüansa qayıdırıq. Dediniz ki, ata-ana deyir ki, yorğunam. Yəni məncə Muradın dediyində də haqq var bu mövzuda. Deyir ki, maddi olaraq nəsə qazanmalıdır ki, o uşağı saxlasın. Qazanmaq üçün də işləməlidir. İşlədiyi üçün də yorğun olur. Burada mən öz fikrimi demək istəyirəm. Elə o qədər yorğun olmamaq üçün də uşaq dünyaya gətirməyi prioritet halına salmamaq lazımdır. Maddi və mənəvi olaraq hazır olmadan uşaq dünyaya gətirdikləri üçün o yükü qaldıra bilmirlər və yorulurlar. Yorulduqlarına görə də hazırki dövrdə bu cür hadisələr ard-arda zəncirvari şəkildə baş verir. Bəli. Niyə bir insan, niyə bir uşaq ailəni küçədə axtarır? Və ya bir siqaretdə yeniyetmələr və ya dostda, tanışda. Sözüm sərt çıxacaq. Yəni küçədə axtarırlar, sosial ortamlarda axtarırlar ki, gedim, danışım. Onlar niyə? Onlar məni görürlər, onlar məni dinləyirlər, onlar məni başa düşürlər. Amma onlar səni real olaraq özünə görə başa düşmürlər. Öz mənfəətlərini gütdükləri üçün səni başa düşürlər. Bunu uşaq o zamanlarda dərk etmirlər. Çünki o an onun ehtiyacı ödənir və ödəndiyinə görə yanlışlar da görməkdə çətinlik çəkir. Buna bir misal da çəkim ki, bəlkə daha rahat izah edə bilərəm fikrimi. Məsəl üçün münasibətlərdə şiddət də görsə bir qadın və yaxud da bir bəy olsun, hazırki dövrdə bəylərimiz də şiddət görürlər. Şiddət görürlər. Yəni psixoloji, fiziki fərqi yoxdur hər bir halda. Sevir, sevdiyindən edir. Qısqanır, qadağa qoyur, heç bir şeyə rahatlıqla əldə etməsinə icazə vermir. Sevir, ona görə edir. Niyə? Özü sevir. Onun sevgi aclığı var. Sevgi aclığını qarşı tərəf ödədiyinə görə artıq məcburi şəkildə orada qalır. Halbuki onun şəxsiyyəti də, öz mənfəəti də belə deyək də, yəni tamamilə görülməzdən gəlinir. Amma deyir ki, sevgidir. Sevgi deyil bu. Və sevgi deyilsə, sevginin gözü kordur misalına əslində gəlirik. Bəli, sevginin gözü kordur misalına gəlirik, amma sevginin gözü niyə kor olsun? Əgər orada bir sağlam sevgi varsa, biz niyə özümüzdən itki veririk? Biz niyə öz gözlərimizdən məhrum olmağı seçirik? Bəli, indiki dövrdə sevgini, evliliyi yük olaraq görürlər, ayaq bağı olaraq, sərhəd olaraq görürlər. Bunun səbəbi də odur ki, insanlar anlamır ki, əgər bir insan sənə zərər verirsə, xoş təəssürat bağışlamırsa, sən onu sevgi adı altında niyə həyatında saxlayasan? Sanki Aydan insanlar, bəli, onu deyəcəydim. Bu buraxmağı bacarmırlar. Çünki bağlanır. Çünki sevgi ilə bağlılığı qarışdırırlar. O öz ehtiyacından asılı qalıb. Niyə? Ödəyir. Yəni ancaq qarşı tərəf verir. Verdiyi də nədir? Bundan çox alır, özündən az verir.
Başqa cür desək, soyuq gələn pəncərəni bağlamalısan. Mənzərə nə qədər gözəl olsa da. Əlbəttə, əgər sən orada zərər görürsənsə, vazgeçməyi də bacarmalısan, itirməyi də göz almalısan. Bəzən insanlar itirməkdən qorxurlar, amma hər bir itki deməzdim, amma əksər itkilərin sonunda biz nə isə qazanırıq. Hər son yeni bir başlanğıcdır. Əlbəttə, hətta ölüm belə özü bir başlanğıcdır. Bəli, və yaxud da başqa cür desək elə bu yaxınlarda sosial şəbəkələrdə bu bir növ viral olub. Deyir, hər şey əslində bir fəda istəyir, cənnət belə ölüm istəyir misalı. Yəni bu sevgiləri də kənara qoysaq, xəbər mövzusunu biraz ümumiləşdirək. Bu cür hadisələrin baş verməsinə səbəb daxili aqressiyadır. Daxili aqressiyada səbəb olan şey valideynlərinin və yaxud da böyüklərinin onu görməməsidir, dinləməməsidir, özünü ifadə etməsinə uşağı icazə verilməməsidir. Məsələn, burada təkcə danışmaq nəzərdə tutulmur, duyğularını ifadə etmək. Hətta belə bir şey də deyim, bugünkü gün əksər insan gəlir, qarşımda əyləşir, sual verirəm ki, necə hiss edirsən? Yaxşıyam, biraz narahatam, deyərək kifayətlənirlər. Amma onun narahatlığına nə səbəb olur, nə üzür, nə də onu kədərləndirən şey, nə də onu narahat edən şey. Bunları açıb rahatlıqla deməkdə çətinlik çəkirlər. Bizim yəni 5 duyğu orqanı deyirik, amma 5 duyğu orqanı bizə 5 dənə duyğunu ötürmür axı. Biz araşdırsaq, bəlkə də milyondan çox. İndi mən bunu statistik olaraq əsaslandırmayacağam, çünki əsaslı olmayan nəzəri olaraq, yəni fərziyyələr var, fərziyyə üzərindən gedirəm. Gündəlik həyatımıza da baxdıqda Yəni, minlərlə duyğu yaşayırıq. Bəli, eyni minlərlə anda. duyğu yaşayırıq an olaraq. Yəni kiçik belə bir qığılcımdan belə biz nəsə bir duyğu yaranır bizdə. Amma bunun fərqində deyirik, ümumiləşdiririk. Keyfim yoxdur, yaxşı deyiləm və yaxud da çox sevincliyəm, xoşbəxtəm deyərək ümumiləşdirirlər. Nədir səbəb? Nədir onun kökündə yatan şey? Buna da səbəb nədir? Qoymurlar. Uşaq ağlamaq istəyir. Ağlama, kəs səsini. Səsin başıma düşdü. Bəsdir day, nə qədər ağlayacaqsan, nə qədər ancaq mızıqçılıq edəcəksən, nə qədər küsəcəksən, nə qədər dağıdacaqsan, nə qədər qışqıracaqsan, nə qədər oynayacaqsan. Yəni uşağa icazə vermirlər ki, o uşaq divanın başına çıxsın. Anlayıram, qorxur valideynlər ki, uşaqdır, çıxar harasa yıxılar. Amma onun yıxılması belə nə deyiblər? Deyir, uşaq yıxıla-yıxıla böyüyər. Yəni uşaq yıxıla-yıxıla böyümək təbii ki, bu deyil, amma yəni, uşağa da səhv etməyə icazə verilməlidir ki, özü dursun ən azından ayağa. Uşaq yıxılır, həmən qaçırıq. Nə oldu? Necə oldu? Və yaxud da uşaq yıxılır, gedib biz də bir üstəlik onun üstünə vururuq ki, niyə yıxıldın? Bəli, və ya üslubları yanlış olur. Məsələn, ona doğru dildə izah eləmək olar. Təbii ki, yəni çox şeyin fərqində deyilik. Baxın, bunların fərqində olmaq üçün mən buradan valideynlərə təkrardan səslənirəm. Əziz valideynlər, övlad dünyaya gətirməmişdən öncə bir psixoloq dəstəyi almaq vacibdir. Siz nə qədər özünüzdə olan əksikləri görsəniz, nə qədər özünüzdə olan o, yəni təkcə özünüzdə deyil, bir cütlük olaraq aranızda o biz anlayışını əgər formalaşdıra bilmirsinizsə, o biz anlayışını formalaşdırmaq üçün də siz psixoloq dəstəyi ala bilərsiniz. Yəni psixoloq dəstəyi almaq o demək deyil ki, sizin hər hansı bir ruhi xəstəliyiniz var, psixoloqa gedirsiniz. Xeyr, hazırki dövrdə bugünkü gün motivasiya almaq üçün belə psixoloqa müraciət edirlər. Psixoloq dəli həkimi deyil. Niyə müraciət edirlər? Niyə müraciət edirlər? Psixoloq çünki obyektiv yanaşır. Təbii ki, burada peşəkar psixoloqdan söhbət gedir. Standart şablon suallar verən psixoloqlardan getmir söhbət. Pasiyent gəlir, əyləşir qarşısında, necə oldu? Hadisə necə baş verdi? Uşaqlığında necə baş vermişdi hadisələr? Otur, danış uşaqlığından indiki dönəmə kimi. Burada pasiyent necə bir rahatlıq ola bilər? O pasiyentə o rahatlığı vermək lazımdır. Sualları doğru şəkildə ünvanlandırmaq lazımdır. Harda burada baxın psixoloqa nə üçün müraciət edirlər? Obyektiv olduğu üçün obyektiv yanaşmağı bacarmalıdır. Onun hər hansısa bir psixoloqlar tamamilə mükəmməl dərəcədə hər şeydən arınmayıb ki, hər kəsin müəyyən bir əksik tərəfləri var. Elə psixoloqlar var ki, dediklərini bəzən öz həyatlarında tətbiq etməyə bilərlər. Yəni bu onların zəif tərəfləri deyil. Əksinə onların güclü tərəfidir ki, öz tərəfində olan yəni əksiklikləri bilirlər və bunun üçün çalışırlar. Amma
elə olur ki, psixoloqun əksik olduğu bir mövzuda pasiyent gəlir, əyləşir qarşısında. "A, məndə də belə olmuşdu, mənim övladımda da belə idi, mənim yoldaşım da belə idi" deyərək öz özəl həyatını bölüşür pasiyentlə. Axı o sənlə sözüm çox yanlış anlaşıla bilər. Yəni qeybət etməyə gəlməyib sənin yanına. Sənə bu hadisələrə obyektiv yanaşaraq bir işıq göstərməni istəyir. Məsləhət də istəmir, tövsiyə də istəmir. Ümumiyyətlə psixoloq anlayışı yanlışdır. Psixoloqa gedirlər ki, məsləhət alacağam psixoloqdan. Əziz izləyicilər, psixoloq məsləhət vermir. Əgər sizə məsləhət verməyə çalışan psixoloq gördüyünüz zaman onun yanına qaçsanız daha yaxşıdır. Çünki yanlış müalicə yanlış nəticə verir. Bir də elə bilirlər ki, psixoloq sadəcə yanına gedib dərdini danışıb ağlayıb çıxdığın insana deyirlər. Bu gün insanlar terapiyanın nə olduğunun belə fərqində deyirlər. Terapiya nədir, niyə olunur? Terapiya deyəndə, ümumiyyətlə terapiyanın gedişatını kiməsə izah etməyə çalışanda qarşıdakı tərəf gülür. Ki sən yəni və belə bir şey də var. Bu gün biz burdayıq, müzakirə edirik və bizə kifayət qədər elə şərhlər gəlir ki, oturub yenə qızıl xırdalayan kimi problemləri xırdalayırlar. Yenə travmadan girdilər, yenə nə bilim. Amma başa düşmürlər ki, bunlar hamısı bir-biri ilə bağlı proseslərdir. Sizin dediyiniz kimi ailə daxilində problem olur. Problem olması nəticəsində uşaq bundan təsirini görür. Uşaq təsirini görür, uşaq hara gedir? Cəmiyyətə. Cəmiyyətə gedib nə edir? Hətta Dediyimiz hadisələri törədir. Dediyimiz hadisələri törətməkdən əlavə, hətta bir ailə yaxşı da ola bilər. Hər şey, yəni tamamilə də heç bir yəni övladına travma yaşatmayıb, heç bir şey etməyib. Məsəl üçün sənin dediyin hadisələrdən yola çıxaq. Hadisəni törədən uşaq ailədə müəyyən bir travma alıb, hadisəni törətdi. Amma deyək ki, zərər çəkən o uşaq ailəsi çox qaydasındadır və yaxud da fiziki şiddətə məruz qalmayıb, qaydasındadır. Amma bu uşağın ona yaratdığı travma artıq ona belə deyək də ailədən də ötə təsir etmiş olur. Bəli. Və biz burada pul deyirik, səhərdən iqtisadiyyat deyirik. Fikrimcə bir cəmiyyətin iqtisadi baxımından çökməsi problem deyil. İqtisadiyyat daim yenilənir, daim öz-özünü bərpa edir. Əsas problem bir cəmiyyətin mənəvi baxımdan çökməsidir. Mənəvi baxımdan biz görün cəmiyyət bu həqiqətən mənə görə çox qırmızı bir siqnaldır. Əgər biz həftə ərzində həftədə 7 gün var və biz 8-9 cinayətlə rastlaşırıqsa, bu cəmiyyətin çöküşü deməkdir. Əgər biz o cinayətlərin, o törədilən əməllərin içərisində uşağın törətdiyi cinayətlərə rast gəliriksə, uşağın üzərinə spirt töküb yandıracağı dərəcədə bir aqressiya varsa bir cəmiyyətdə, bəli, artıq əsas problem məncə elə budur. Bir də Sevinç, sən qeyd edirsən ki, şərhlərdə yazırlar, qızıl xırdalıyırlar. Bizim işimiz budur. Aydan psixoloq, biz də aparıcıyıq. Və bu tipli hadisələri də işıqlandırmadıqca bu tipli hadisələr daha çox olur, daha çoxalır. Və biz digər xəbər proqramlarından, saytlarından fərqli olaraq hadisələri qəribə, cəlbedici başlıqlar altında paylaşmırıq və baxış olsun deyə də paylaşmırıq. Əgər biz burada, bu studiyada əyləşiriksə, demək ki, bu xəbərlərə elə proqramımızın adından da göründüyü kimi fərqli prizmadan baxmaq üçün əyləşirik. Fərqli prizmadan baxmaq üçün məncə növbəti xəbərlərimizi artıq keçid edək. İnsanları deyil, öz işimizə baxsaq daha yaxşıdır. Dəyərli dinləyicilər, mədəniyyət xəbərlərindən davam edirik. Rejissoru Antoine Fuqua tərəfindən çəkilən Michael filminin premyerası həyata keçirildi. Qeyd edeyim ki, filmdə Michael Jacksonu onun bacısı oğlu olan Cəfər Jackson canlandırır. Film yalnız səhnə uğurlarını deyil, həm də Michael'ın uşaqlığını, şöhrətin gətirdiyi təzyiqi və ailə münasibətlərini işıqlandıracaq. Yaradıcı heyət vurğulayır ki, bu sadəcə bioqrafiya deyil, musiqi, istedad və dahiliyin bədəlini göstərən böyük ekran əsərdir. Əslində Michael Jackson karyerasına fokuslandıqda, baxdıqda həqiqətən də rejissorların nə qədər haqlı olduğunu görürük. Michael Jackson karyerası boyunca 13 dəfə Grammy mükafatına layiq görülüb. 17 dəfə onun singlları ABŞ-də birinci yerə çıxıb. Onun 1982-ci ildə çıxardığı Thriller albomu dünya musiqi tarixində ən çox satılan albom olaraq hələ də qalır, hələ də zirvədədir. Əslində Michael Jackson bizə həm də onu göstərdi ki, həqiqi sevgi heç vaxt unudulmur. Ölümündən illər keçsə də belə onun həm heyranları, həm də digər insanlar həqiqətən onu çox xoş xatırlayırlar. Elə bununla bağlı bir hekayəni diqqətinizə çatdırım. Deyilənə görə çox qədim zamanlarda bir kral yaşayırmış. Kralın xalqı onu çox sevirmiş. Ancaq kral gizlin-gizlin hər gecə bu sevgidən əzab çəkirmiş. Düşünürmüş ki, bəs birdən mən unudulsam,
birdən mən öləndən sonra və yaxud da qocalandan sonra xalqın məni unutsa necə olacaq? Elə bu minvalla gəlir bir müdrikin yanına və öz dərdini nəql eləyir müdrikə. Müdrik öz cavabında belə deyir: sən əgər xalqını qorxu gücü ilənmi idarə eləyirsən, özünə sevdirirsən, yoxsa həqiqi sevgi ilənmi? Əgər qorxu ilə idarə eləyirsənsə, sən getdikdən sonra yerini başqası əvəz eləyəcək və insanlar ondan qorxduğu üçün onu sevəcəklər. Digər bir tərəfdən həqiqi sevgi ilə onları idarə eləyirsənsə, o zaman heç vaxt qorxma. Nə qədər illər keçsə də, əsrlər keçsə də, xalq sənin adını hər zaman uca saxlayacaq və hər zaman səni sevəcək. Məncə Michael Jackson da dünyada yaşamış əfsanələr arasında bunun bariz nümunələri arasındadır. Ötən həftənin xəbərlərindən davam edirəm. Bakı metrosunda qəfil nasazlıq baş verdi. 21 aprel tarixində saat 12:10 radələrində Bakı metrosunun Ulduz Nərimanov mənzilində aralıq kabeldə baş vermiş qısa qapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Bakı metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən Ulduz Nərimanov mənzilində qatarların hərəkəti mümkün olmayıb. Bu cür xəbərlərə baxdıqda biz oradakı insanların keçirdiyi qorxu və stresi görürük. Narahatlıq, hansı ki bu qapalı yerdə qalmaq olsun, bunun özü də bir qorxudur məncə. Psixologiyada hətta bunun xəstəlik baxımından adı da var. Bu mövzulara toxunsaq çox sevinərəm. Sən dediyin həmin o xəstəlik demək fobiya növləri, klaustrofobiya gedir. Bu qapalı məkanlara qarşı qorxu, təşviş, həyəcan yaranır. Panik atak da adlandırırlar bunu, amma panik atak ilə təşviş, həyəcan pozuntusu tamamilə fərqli əlamətlərə sahibdirlər. Təşviş həyəcanı əksər insanlar eynilə sənin dediyin hadisə anında yaşaya bilərlər. Hər hansı bir hadisə baş verir, həyəcanlanır, stres içinə girir, əl əsir, bədən əsir, temperatur qalxır, ürək döngüsü artır, dərin nəfəs alıb verməkdə çətinlik çəkir, ümumiyyətlə nəfəsini idarə etməkdə çətinlik çəkir. Yəni bunu panik atakla qarışdırmaq olar. Nəyə görə? Çünki panik atakda da bu əlamətlər var. Amma arada çox önəmli bir fərq var ki, panik atak heç bir hadisə baş vermədiyi zamanda belə o az öncə saydığım əlamətlər olacaq. Ürək döngüsü artacaq, temperatur artacaq, sanki öləcəkmiş kimi bir hiss yaranacaq. Yəni bu əlamətlər ortaqdır. Sadəcə tək fərqi təşviş, həyəcan hadisə anında, panik atak isə hadisə olmadığı anlarda belə yaranmış olur. Bu nədir? Duyğusal olaraq travmalarsa. Misal üçün bu hadisədən sonra bəzi insanlar panik atak da ola bilər. Yəni təşviş, həyəcan hissi də buna bənzər bir hadisə baş verdiyi zaman təkrardan o an yaşadığı stresi, həyəcanı eynilə bu hadisənin də kiçikliyinə və yaxud da böyüklüyü olsun, fərqi yoxdur. Bunlar fərq etmədən eyni cür, eyni duyğularla, eyni tərzdə yaşamış olacaq. Yəni bənzər, oxşar olacaqlar. Həmin o insanlara gəldikdə isə o hadisəni yaşayan insanları biz, hər kəsdə bu hal baş verməyəcək təbii ki, təşviş, həyəcan olsun, panik atak da olsun, nəfəs darlığı olsun, və yaxud da klaustrofobiyası yaransın. Yəni bu fərq etməz. Amma elə insanlar da var ki, çox normal qarşılayırlar, normal şəkildə çıxıblar, yəni normal sıradan baxırlar. Çünki ekstremal hadisələr adından da gördüyü kimi ekstremal, ani baş verən hadisələr. Yəni bu ani baş verən hadisələrdən biz qarantili deyilik heç bir zaman və ya burada metropoliten işçilərini də günahlandırmaya və yaxud da metronun funksiyalarını, sistemini də biz burada günahlandıra bilmərik. Yəni ümumiyyətlə günahkar axtarmağın bir mənası yoxdur. Günahkarlıq deyil bu, sadəcə olaraq ani baş verən bir hadisədir. Bu zaman ərəfəsində də təbii ki, yəni o hadisələri idarə edəcək insanlar olur. Yəqin ki, sizlər də indi biz psixoloq olduğumuz üçün bakalavr dönəmində deyə bu hadisələri biz daha çox araşdırmışıq, daha çox üstündə işləmişik. İndi yüksək ehtimal ki, sizlərdə də keçilə bilər. İlkin tibbi yardım olaraq mülki müdafiə dərsində olsun və yaxud da ekstremal hadisələrlə bağlı siz keçmisinizsə, yəni ekstremal psixologiya deyilir buna. Ekstremal psixologiya necədir? Ekstremal hadisə baş verən zaman orada qrup başçısı olmalıdır, lider olmalıdır. O lider o qrupu idarə etməlidir. Yəni doğru şəkildə maarifləndirərək, doğru şəkildə yönətməyi bacarmalıdır. Eynilə də həmin o metropoliten işçiləri də bunu etdimi? Etdilər. Həmən dayandırıldı. Yəni soyuqqanlılıq burada çox önəmlidir. Bunları demişkən bir şey də əlavə edim mən burada. Yəni dedikcə daha çox yadıma düşür. Çünki araşdırdıqca sanki matruşka kimi içindən bir-bir çıxmış olur. Baxın, bəzən insanlar hadisə anında soyuqqanlı yanaşırlar. Daha sonradan da çox normal bir hadisə kimi anlayırlar.
Bu normaldır, sağlamdır. Amma bəzən isə elə insanlar da olur ki, hadisə anında soyuqqanlı yanaşırlar, amma hadisə tamamilə bitdi. Daha sonra isə sanki o an yaşayacağı o təşviş həyəcanı 1 saat sonra yaşamış olur. Çünki beyin avtomatik olaraq rahatlayır. Rahatladığı anda beyinə siqnal gedir ki, belə bir hadisə var. Zamanı artıq unudur. Amma o fərqində deyil ki, 1 saat öncə baş vermişdi bu hadisə və oradan artıq çıxmısan, sən təhlükəsiz yerdəsən. Beyin mən bunu hər zaman demişəm, beynin əsas funksiyası nədir? İnsanı təhlükədən qorumaqdır. Yəni sistem olaraq onun icra etdiyi funksiya bundan ibarətdir. Üçüncü növ isə təbii ki, yəni o an ərzində. Bu da çox emosional insanlarda olur ki, duyğularını idarə etməkdə çətinlik çəkirlər. O ikinci növ insanlarda da duyğularını məcburi şəkildə idarə edirlər. Özləri üçün deyil, sağlam şəkildə baxmadıqları üçün bu cür olur. Niyə? Başqalarını xilas edim adı ilə. Amma bir insan fərqində olsa ki, sən hər kəsi, hər şeyi idarə edə bilməzsən, bu hadisə adında da göründüyü kimi ekstremal bir hadisədirsə, yəni buradan çıxış yolu olacaq yüksək ehtimal ki, orada fiziki də, psixoloji olaraq da zərər çəkənlər oldu, amma təbii ki, yəni insan bildiyi bir hadisə haqqında olsun və yaxud da bildiyi bir şey haqqında olsun, heç bir zaman zərər çəkməz. Niyə? Çünki onu bilir, bu hadisə baş veribsə, buradan çıxış yolu var. Ona görə biz bugünkü gün, sən az öncə dedin ki, xırdalayırlar hər şeyi. Bəli, biz bunun üçün xırdalayırıq hər şeyi ki, insanlar maariflənsinlər, insanlar bilsinlər. İnsanlar deməyim, insan beyni bildiyi bir şeydən qorxmaz. İdarə edər. 5 mərtəbəli evin 6-cı mərtəbəsi kitabının yeni nəşri təqdim olunub. Libra kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında xalq yazıçısı Anarın 5 mərtəbəli evin 6-cı mərtəbəsi kitabının yeni nəşrinin təqdimatı olub. Belə ki, MPTV xəbər verir. Tədbirdə yazıçı dramaturq, Qobustan dərgisinin baş redaktoru Pərvin Nurəliyeva kitabın yeni nəşri barədə məlumat verib. O qeyd edib ki, Tiz Press nəşriyyatının çap etdiyi kitabda 5 mərtəbəli evin 6-cı mərtəbəsi romanı ilə yanaşı, həm də müəllifin digər əsərləri, həmçinin Təxminənin son sirri hekayəsi yer alıb. Xalq yazıçısı Anar həm həyatının, həm də yaradıcılığının maraqlı məqamlarını oxucuları ilə bölüşüb. Tədbir sual-cavab formatında davam edib. Məlumat verim ki, təqdimat mərasimində Azərbaycan Dövlət Akademiya Filarmoniyasının konsert meisteri Lalə Bağırzadə xalq yazıçısının romanı əsasında çəkilmiş məşhur Təxminə filmində istifadə olunmuş musiqi parçalarını pianoda ifa edib. Tədbirin sonunda müəllif oxucuların kitablarını imzalayıb. Əslində, ədəbiyyat sevərlər olsun və yaxud da digər izləyicilərimiz əminəm ki, bu əsəri oxuyublar. Həm əsərdə, həm də filmdə düşünürəm ki, o dövrün cəmiyyəti üçün çox gözəl mesajlar ötürülür, çox belə deyək, yerində fikirlər ötürülür. Təxminənin əsərin və filmin sonuna yaxın yalnızlaşdığını görürük. Kiçik bir sevgi hekayəsində orada şahid oluruq və əslində o dövrkü cəmiyyət üçün Təxminənin fikirləri və Təxminə fiquru həqiqətən də 5 mərtəbəli evin 6-cı mərtəbəsi rolundaydı. Və düşünürəm ki, yazıçımız da bunu bildirmək istəyir ki, dinləyəni olmadığı üçün deyil, anlayanı olmadığı üçün insan səssizləşir. Bayaq Aydan xanımında və yaxud da Sevincində qeyd elədiyi kimi. Və həmin əsərdə insanlar oxuduqda fokuslanırlar Təxminə ilə Zaurun arasındakı romantik münasibətə, amma əsərin özünün bildirmək istədiyi, çatdırmaq istədiyi məna tamamilə fərqlidir və daha dərindir. Belə ki, o romantik münasibətdən əlavə orada diqqət çəkilən məqamların məncə ən başında cəmiyyətin qınağı və cəmiyyətin qınağını nəzərə alaraq insanların öz həyatlarını necə fəda etdiklərini görürdük. Daha sonra orada Təxminənin Muradın da qeyd etdiyi kimi daxili təkliyini görürdük, anlaşılmama duyğusunu görürdük. Bütöv bir cəmiyyətdə sanki bambaşqa bir beyin, bambaşqa bir insan yaşayırdı və elə burada da Təxminənin sonda özünə qıymasının səbəbi olaraq fikrimcə bütöv bir cəmiyyətin onu başa düşməməsini görürdük. Yəni biz nə qədər dansaq da sosial varlıqlarıq və bizim daxilimizdə olan qərarlar, istəklər, arzular xaricdəki ilə örtüşmədikdə istər-istəməz insan tək qalır və o təklik onu ağır nəticələrə sürükləyə bilir. Baş Prokurorluğun məlumatına görə 34-cü ay 2026-cı il tarixində Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı aparılan ilkin araşdırmalar nəticəsində 1988-ci il təvəllüdlü Mübariz Əliyevin partlayıcı qurğunun qanunsuz əldə edib radiologiya şöbəsində partlatdığı müəyyən olunub. Hadisənin məqsədinin həkim Asif Nəsirovu qəsdən öldürmək olduğu ehtimal edilir. Partlayış nəticəsində Mübariz Əliyev hadisə yerində ölüb, ağır xəsarət alan həkim Asif Nəsirovun vəziyyəti isə
ağırdır və müalicəsi davam edir. Bu xəbər nəticəsində iki aspektdən yanaşmaq istəyirəm məsələyə. Birinci növbədə həkimə qarşı olan aqressiya, həkimlərimizə qarşı olan aqressiyanı biz burada görürük təbii ki. Bunun da iki səbəbi var mənim fikrimcə. Birinci növbədə bəzi həkimlərimiz var ki, işlərdən qeyri-professional şəkildə yanaşır və hər bir xəstəni pul olaraq görür ki, rəylərdə də bunlar qeyd olunub və bu insanların daxilində həkimlərə qarşı bir aqressiya yaradır. İşinin peşəkarı olmayan həkimlərə təbii ki. İkinci növbədə də məncə bu prosesin səbəbi insanların yanlış maariflənməsidir. Çünki düşünürlər ki, əgər o xəstə o an o masada qalırsa, bunun bir səbəbkarı var, o da həkimdir. Nəzərə alsaq ki, həkimlərin əsas prioriteti o xəstənin sağlamlığıdır. Əgər o xəstəyə nəsə olursa, bu təbii ki, işinin peşəkarı bir həkim üçün çox ağır bir şeydir. Nəzərə alsaq ki, heç bir peşəkar həkim istəməz ki, öz xəstəsi həyatı ilə sınağa çəkilsin. Bu məsələyə təktərəfli baxmaq doğru olmaz. Ən azından biz insanları burada doğru şəkildə, sağlam şəkildə maarifləndirməyi bacaraq. Sən də dedin ki, bəs insanlar bəzən yanlış şəkildə məlumat əldə edirlər və yaxud da yanlış şəkildə anlayırlar. Bu yanlış anlaşılmaların, yanlış məlumatların qarşısını almaq üçün burdan izləyicilərimizə də biz bildirmiş olaraq ki, yəni hər bir nəticə həkimdən asılı deyil. Həkim müəyyən bir dərəcədə müdaxilə edə bilər. Həkim müəyyən bir dərəcədə nəyisə düzəldərək qaydasına sala bilər. Heç bir xəstəyə qaranti verilmir ki, səni həkim sağaldacaq. Mən indi həkim təbii ki, diaqnozlara görə dəyişə bilər, amma yenə də vəd verilmir ki, sən tamamilə sağalacaqsan. Yəni burada dərman müalicəsi gedir və yaxud da əməliyyat olsun, o əməliyyatın mənfi tərəfi də var, müsbət tərəfi də var. Yəni hər bir ehtimal var burada. Bəli, risklidir. Bu zaten öncədən xəbərdarlıq edilir ailə üzvlərinə olsun, hətta pasiyentin özünə də xəbərdarlıq olunur, imzası da hətta alınır rəsmi şəkildə. Növbəti bir məsələyə gələk. Bundan əlavə Sevinç də qeyd etdi, hazırda diplomsuz işləyən həkimlər də var. Təbii ki, onlar peşəkar deyirlər, bu işin içində ola bilərlər, məlumatları ola bilər, amma hər şey kənardan gördüyünlə məlumat əldə etmək deyil axı. Sən bunun təhsilini alırsansa, təhsil aldığın dönəmdə nəzəri bilik çox önəmlidir. Yəni o belə deyək də, ya sütun sabit olmalıdır, ya da o ağacın kötüyü sabit olarsa, doğru şəkildə də, yəni yetişərsə, sağlam meyvələr bizə vermiş olacaq. Amma o ağacın kötüyü yoxdursa, sağlam şəkildə də böyüməyibsə, sadəcə olaraq böyüyüb, yəni göz önündə görünən tərəfi deyək də, göz önündə göründüyü qədər sağlam ola bilər, amma o meyvəni dərib yedikdə və yaxud da meyvəni dərib əlinə aldıqda görürsən ki, çürükdür. Ələxsusda söhbət həkimlik qədər böyük bir məsuliyyət tələb edən peşədən gedirsən. Təbii ki. Yəni insan həyatı oyuncaq deyil. Hazırki dönəmdə biz özümüz də and içirik. Həkimlər özü də and içir. İnsan sağlamlığı biz mütəxəssislərin əlindədirsə, biz onu bir sadəcə olaraq pul gözü ilə baxmağımız yanlışdır. Yəni biz az öncə də müzakirə etdik, hər şey pul deyil. Sən pul üçün bu ixtisasa mən gedim. Ümumiyyətlə ixtisas seçimi də burada yanlışdır ki, həkimlər yaxşı pul qazanır, psixoloqlar hazırda deyirlər yaxşı pul qazanır və yaxud da digər peşələr olsun yaxşı pul qazanır, mən gedim ora. Sən özünü orada ümumiyyətlə görə bilirsənmi? Sən bu işi bacara biləcəksənmi? Əlindən gəlirmi bu iş? Pulu fikrimcə peşəkarlar qazanır. Hansı işdən asılı olmayaraq. Təbii ki, dövrün tələblərinə uyğun olan işlər də olmalıdır. Amma madam ki, həkimlik, müəllimlik, psixoloq və s. hansı işdə peşəkarsansa, onu yaxşı bacarırsansa və onu sevirsənsə, əlbəttə qazanacaqsan. Həm maddi, həm də mənəvi baxımdan. Aqressiyadan biz zaten danışdıq. Daha yəni təkrarçılıq olsun istəmirəm. Burada biz aqressiyanı da görürük. Təbii ki, məlumatın yanlış olması da var. Doğru şəkildə yanaşılmayıb. Bu da yəni təbii ki, yəni burada tək tərəfli biz baxa bilmərik. Yüksək ehtimal ki, həkimdə də və yaxud da həkimin köməkçilərində də olsun və ya xəstəxanada da olsun və ya həmin pasiyentin özündə, ailəsində müəyyən bir problemlər ola bilər. Yəni biz bunu tam araşdırıb, yəni içərikliyini bilmədiyimiz üçün o tərəflərə keçid edə bilməyəcəyik. Yəni bunları yalan, yanlış burada insanları doğru kimi göstərməyimiz yəni olmayacaq. Ona görə məncə keçid edək növbəti xəbərlərimizə. Buyurun. Avtoxuliqanlıq eləyib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib. Bu barədə MPTV-yə Daxili İşlər Nazirliyinə məlumat verilib.
Bildirilib ki, Yasamal rayon polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri eləyərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan BMW markalı 90 UC 211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb. Orxan Kamilli idarə etdiyi avtomobillə intizamsızlıq eləyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini TikTok sosial şəbəkəsində paylaşıb. Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Orxan Kamillinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib. Aydan, bu xəbərlə bağlı mən öz fikrimi bölüşəcəm, ardından sənin də fikrini alacağam. Mənim fikrimə görə bu tipli hadisələrin baş verməsində əsas səbəb məşğuliyyətsizlikdir. Müəyyən bir işin, gücün olmamasıdır. Xatırlayıram, məktəb vaxtlarında çox sevdiyim bir müəllimim var idi. Müəllimə sual vermişdim ki, bu dünyada, belə deyək də, hər şeyin maddi çıxarlar üzərində qurulduğu bu dünyada zəngin və kasıbın ortaq sərvəti varmı? Müəllim öz cavabında demişdi ki, var. Hər kəsə gündə 24 saat verilir. Kimisi bundan həqiqətən yaxşı istifadə edir, kimisi bu vaxtı xərcləyir. Necə ki, pul məsələsi kimi. Bəs səncə, bu hərəkətlərin kökündə hansı səbəblər dayanır? Və başqa cür desək, insanları bunu etməyə vadar edən nədir? Bunu etməyə vadar edən şey beyin məşğuliyyət axtarır. Yəni, biz bir insana duraq deyək ki, sadəcə otur, boş-boş divara bax. Yəni, bunu kim qəbul edəcək? Niyə? Sualı verəcək ki, niyə boş-boş divara baxım? Yəni, əlimə nə keçəcək? Amma belə bir şey də deyim ki, tutaq ki də biz seanslar müddətində bunu tapşırıq olaraq veririk ki, sırf pasiyent getsin özü ilə baş-başa qalması üçün o beynində olan yalanlar, yanlışlar, doğru deyə verilib yanlış olan düşüncələr üzə çıxsın. Bu bir arınma deyək də, yəni təmizlənmək üçün, yanlışı doğrunu ayırd etmək üçün insan ən azından özünə heç bir şey etmədiyi anda sadəcə özü ilə baş-başa qalmalıdır. Yəni özü ilə zaman keçirtmək başqa şeydir, baş-başa qalmaq başqa bir şeydir. Özünə zaman keçirə bilər dostu ilə, tanışı ilə və yaxud da özü ilə tək bir yerdə gedib əyləşib məşğul olaraq. Amma yenə də həmin o sənin müəlliminin də qeyd etdiyi kimi 24 saat verilir. Bu 24 saatdan kim necə istifadə edir? İnsanlar da, yəni beynin bu cür misal üçün də beyin istəyir ki, nəyləsə məşğul olsun, yəni passivləşməsin, nəsə etsin. Misal üçün daimi kitab oxuyaq, amma sonra araya bir fasilə verək, 1 ay, 2 ay. 1 ay öncəsində 10 kitab oxuyurduqsa, amma 1 aydan sonra 5 dənə kitabı çətinliklə oxuyacağıq. Niyə? Çünki artıq beyin passivləşdi. Beyində müəyyən bir məşğuliyyətlər olmalıdır, amma bu qaçış olaraq deyil. Bəzən insanlar öz duyğularından, özündən, üzləşməkdən qorxduqları üçün də özlərindən qaçırlar ki, həmin o az öncə dediyim kimi baş-başa özlərindən qalmasınlar deyə. Çünki hər şey üzə çıxır, hər şeyi görürlər və bundan çəkinirlər. Üzləşdikləri zamanda qorxurlar, necə baş edəcəklərini bilmirlər. Yəni hazırki dövrdə də psixoloqları dəli həkim olaraq gördüklərinə görə müraciət etmirlər ki, bunun səbəbi nədir? Mən niyə bu cür hiss edirəm? Bunu necə aradan qaldıra bilərəm? Necə həll edərəm deyə suallarını verərək müraciət etsələr, çox şeyin çarəsini də taparlar. Bu cür insanlara gəldikdə mən bir misal da çəkmək istəyirəm. Misal üçün telefondan istifadə qaydası olsun. Kimisi bunun üçün fayda üçün istifadə edir, kimisi isə boş vaxt itkisi olaraq sadəcə sosial şəbəkədə videoları çevirərək istifadə edir. Yəni bu da hətta insanın özünə nə qədər dəyər verməsindən asılıdır. Qəbul imtahanında yenilik. Növbəti ildən magistraturaya qəbul səviyyəsində xarici dil imtahanında danışıq bacarıqları da yoxlanacaq. Mənə isə maraqlıdır. Bəs görəsən nə zaman Azərbaycan dilindən, öz doğma dilimizdə də danışıq bacarıqları yoxlanacaq? Məhz tələbələrdən, şagirdlərdən, gənclərdən öz doğma dilində danışmaq da tələb olunacaq imtahanlarda. İndi isə proqramımıza idman xəbərləri ilə davam edirik. Türkiyə Super Liqasında İstanbul derbisi Qalatasarayın qələbəsi ilə başa çatıb. Sarı-qırmızılılar öz doğma meydanında Fənərbağçanı 3-0 hesabı ilə məğlub eləyiblər. Beləcə Qalatasaray klubu 26-cı çempionluğa biraz daha yaxınlaşıblar. Neftçi əzəli rəqibi Qarabağ üzərində 5 ildən sonra inamlı qələbə qazanıb. Flaqman öz meydanında Köhlən atları son dəqiqə qolu ilə 2-1 hesabı ilə məğlub eləyib.
Bu həftənin növbəti sensasiya yaradan xəbərlərindən birini diqqətinizə çatdırıram. Bakının Xətai rayonunda 2 nəfər dəm qazından zəhərlənib. Hadisə rayonun Bağırov küçəsində yerləşən evlərin birində baş verib. Məlumata görə Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusif Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Bəkirova hamam otağında dəm qazından zəhərləniblər. Nəticədə Yusif Atalay hadisə yerində həyatını itirib, Təranə Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Təbibi məlumatına görə o, kliniki tibb mərkəzinin toksikologiya şöbəsinə yerləşdirilib, lakin sonradan ixtisaslı tibb xidmətindən imtina edib. Qeyd edək ki, hadisə kirayə yaşanılan evdə baş verib və zərər çəkənlər həmin ünvana qonaq gəliblər. Bu xəbərin cəmiyyətimiz tərəfindən bu qədər mübahisəli şəkildə qarşılanmasının əsas səbəbi həmin qızın cəmiyyətimizə əvvəlcədən də tanış olmasıdır. Belə ki, həmin qız bir vaxtlar xeyriyyə işi ilə məşğul olan biri tərəfindən tapılmış və salona aparılaraq, gözəllik salonuna aparılaraq baxım və s. etdirilmişdi və bu kadrlar da sosial şəbəkələrdə paylaşılmışdı və cəmiyyət onda da iki yerə bölünmüşdü və demişdi ki, bir qrup bu uşağa sən xeyir vermək istəyirsənsə, bu uşağa təhsillə maraqlandır, bu uşağa və yaxud da psixoloji bir dəstək göstər. Niyə gözəllik salonuna aparırsan? Bir qrup insan isə deyirdi ki, burada nə var ki, ömründə salon görməmiş qızdır, aparıb, yaxşı edib, sadə bir baxım etdirib, nə edib ki? Nəticədə göz qabağındadır. Nəticədə göz qabağındadır və o hadisədən sonra həmin qız oğurluq hadisəsinə də qarışmışdı və cəza almışdı və ondan sonra da bu hadisə ilə biz həmin qızı təkrardan görürük. Burada bu adı çəkilən qız, yəni Təranə, sadəcə bir nümunədir. Təranənin timsalında bir neçə qız uşaqlarımız var, hətta oğlan uşaqlar da var ki, valideynləri tərəfindən, mən deyərdim, səhifələr, bloqlar açılır, uşaqların videoları çəkilir, valideynlər baxış sayı üçün uşaqları istifadə edir və valideynlər tərəfindən uşaqları müəyyən trendlərə Qurban edirlər sanki. Bəli, qurban edilirlər, salonlara aparılır, makiyajlar edilir, ana-qız münasibəti və s. Bunlar uşaqlara necə təsir edir? Sualım belə olacaq ki, Aydan, bizim əsas prioritetimiz bu gün uşaqların diqqət çəkməsi və bizim bundan istifadə etməyimiz mi olmalıdır, yoxsa onların təhsili və gələcəyimi? Burada sənin sualından öncə hadisəyə bir nəzər yetirmək istəyirəm. Yenə də bir valideyn tərəfindən görülməyən, gözdən çıxarılan deyək bir övlad və bir başqasının xeyriyyə adı altında həm trendə qoşulması, həm bunu görsel olaraq göstərməsi, yəni bir növdə mən yaxşılıq edirəm deyərək özünü təsdiq etmək istəyini görürük. Daha sonra uşağın yanlış şəkildə yönləndirilməsidir. Əgər bu yaxşılıq hesab olunursa, sayılırsa. Təbii ki, yəni bir insan yaxşılıq edirsə, onu göstərmək üçün çaba etmir. Yaxşılıq özü də bir ehtiyacdır. Kömək edən şəxs də deyil, qarşı tərəfin köməyə ehtiyacı olan şəxsin nəzərdə tuturam ki, ona köməyə ehtiyacı olduğu üçün kömək edilir. Amma burada onun köməyə ehtiyacından sən sui-istifadə edirsənsə, yəni öz mənfəətini burada güdürsənsə, öz bəyəni sayını düşünürsənsə, bu yaxşılıq deyil, bu öz mənfəətini güdməlidir və empatiya yoxsulluğudur mən deyərdim bu ki, bir başqasını sən mənəvi dəyərlərini yox sayırsan, həmçinin bundan sui-istifadə edirsən. Bir insan zəif də ola bilər, güclü də ola bilər. Hər kəsin mənfi və müsbət tərəfləri var. Sən bu zəif yanını görüb ondan istifadə edirsənsə, bu artıq sənin öz zəifliyin deməkdir. Və buna da gözəl bir don geyindirirlər. Deyirlər ki, mən bu işləri görürəm ki, cəmiyyətimizə yaxşılıq etməyi təbliğ edim. Doğru şəkildə də təbliğ edə bilərik. Yaxşılıq etməyi, misal üçün, təkcə bu məsələ ilə getməyək, sənin az öncə sosial şəbəkədə valideynlərin övladlarını şirin görünməsindən istifadə edərək, onların yaxşı, yəni hər kəs tərəfindən sevildiyindən istifadə edərək trendlərə qoşulması, eynilə də bu hadisə oxşardılar bir-biri ilə. Bir başqasının gözəl olması və yaxud da bir uşağın, yəni uşaq hər zaman safdır, təmizdir, yəni bundan sui-istifadə edilməsi o valideynləri üzə çıxartmır ki, mənim övladım belədir. Yəni belə baxanda uşaq həsrətindən illərlə əziyyət çəkən ana və atalar var. Sən onlara bunu necə göstərirsən, necə təbliğ edirsən və yaxud da bir başqa uşaqlara necə təbliğ edirsən. Sən buna icazə verirsən, amma hər kəs sənin kimi düşünmür axı. Artıq digər bir uşaq bundan təsirlənir ki, mənim anam atam belə deyil. O da artıq buna həsəd edir ki, onun saçını düzəltdirirlər, onun saçının rəngini boyadırlar, makiyaj edir. Bir uşaq nə üçün
5 yaşında, 6 yaşında və yaxud da yeniyetmə dövründə makiyaj etməyə bu qədər meyil etsin. Yəni onun öz təbii gözəlliyi var. Makiyajı biz hər zaman nə demişik? Burada qınaq obyekti olması deyil məsələ və yaxud da qınamırıq da. Sadəcə olaraq ki, reallığı və sağlamlığı göz önünə gətiririk ki, insan inkişaf etdiyi dövrdə yad bir cisimlərin ona müdaxilə etməsi deyək də, biraz elmi tərəfdən yanarsaq, makiyaj etməsi bir kənar yad cisimdir. Yad cismin onun üzündən istifadə etməsi və ya saçına boya sürməsi olsun, bunlar hamısı zərərdir. Zərərli olduqları üçün onun inkişaf dövründə, yəni hazırda o öz bədənini yeni tanıyır, bədən yeni, yəni bu hələ Bioloji baxımdan da kimyəvi maddələrin uşaqlar tərəfindən o qədər istifadə edilməsi əslində məqsədə uyğun deyil. Təbii ki, yəni üz dərisində gözənəklər var. O gözənəklər müəyyən bir müddətdən sonra artıq onun dib hissələri, kötü hissələri, belə deyək də, o kimyəvi maddələrə qarşı nəsə ifraz edə bilər, amma o anda o onu ifraz etmir axı, yəni bir müdaxiləsi yoxdur orada. Bunun üçün, yəni o uşaqlara bu cür yönləndirilmənin edilməsi yanlışdır və yanlış olduğu halda da yanlış olan bir şey siz təbliğ edirsiniz. Həm təbliğ edirlər, həm də tanıdırlar. Məsələn, indiki uşaqlara sual versək ki, Lütfizadəni tanıyırsanmı, Nizamini tanıyırsanmı, Nəsimini tanıyırsanmı? Üzr istəyirəm ifadəmə görə, amma ağılsız trenddə qoşulan bir insanı tanımaq Lütfizadəni tanımaqdan daha önəmli və daha maraqlıdır. Bu arada burada məncə valideyn faktoru da önəmli rol kəsb edir. Çünki valideyn də bunu davamlı olaraq təbliğ eləməlidir. Valideyn olaraq da valideynlər də hazırda telefon asılısıdır və uşaqlarının telefon asılısı olduğuna görə şikayət edirlər. Amma bilmirlər ki, sən övladına buradan qadağan qoyursan ki, telefon istifadə etmə, cəza verirsən, otağına qapadırsan, telefonu da alırsan əlində, amma keçib divanda sən əyləşib telefonla məşğul olursan. Nə etsin bəs bu uşaq? Telefona qadağa qoyursan, bəs nə etsin? Necə etsin? Bərabər zaman keçirtmirlər valideynlər uşaqları ilə. Keçirdəndə öyrətməyə çalışırlar. Bunu bu cür et, bunu bu cür et. İcazə ver ki, o uşaq öz yaradıcılığından istifadə etsin. O uşaq nə isə yaratsın. Yəni müəyyən bir standartlar içərisində deyil hər şey. Yəni sistem içərisində də deyil. Yəni bu bəzən çərçivədirsə, çərçivənin kənarından da insanlar çıxmağı bacarmalıdır. Əgər 3 dənə baxış bucağı verilibsə, 4-cü baxış bucağını da biz yarada bilərik. Yəni misal üçün hazırda Yaponiya mədəniyyətindən danışırlar. Yaponların bu qədər yaradıcı olmasından, onların ixtiralarından niyə bizim ölkəmizdə və yaxud da digər ölkələrdə yaradıcı insanlar az tapılır? Olanlar isə gedirlər başqa bir yerə. Şərait olmur, görmürlər. Uşaq nə isə yaradır, gətirir. Bu nədən etmisən? Get dərsini oxu. Bəli, get dərslərini hazırla. Müəllim tapşırıq vermişdi. Axı sən bunun yaradıcılığını məhv edirsən. O riyaziyyat oxuyaraq, Azərbaycan dili oxuyaraq, yəni standart tətbiq edilən bir sistem üzərində getmədən daha uğurlu olardı ki, nəinki bu cür. Amma sən onun qarşısını alırsan. Qəliblərin içində qalmışıq. Bəli, həm qəlib içində qalmışıq, həm də bəzən uşaqları da tanıya bilmirik. Yəni təkcə valideynlərə də yüklənmək lazım deyil burada. Yenə də məktəblərə gəlirik. Müəllimlər özü də görə bilər ki, o uşaq nəyə qadirdir, nə edə bilər, o tərəfinə yönəlsin. Yəni hazırda bizim etdiyimiz yanlış nədir? Uşaq nədən zəifdirsə, nəyi zəif bilirsə, o tərəfə yönəlirik, o tərəfdən hazırlaşdırırıq. Bunun amma yaxşı olan tərəfini biz inkişaf etdirmirik. Niyə? Onun o yaxşı tərəfini daha da yaxşı şəkildə, professional şəkildə yetişdirsək, inkişaf etdirsək və yaxud da buna dəstək olsa, o daha uğurlu olacaq. Uşaqları tanımaq lazımdır ki, onların gələcəyi də bərpa olsun. Və biz beynəlxalq bazara da baxanda görürük ki, elə Elon Musk bu yaxınlarda çıxış eləmişdi və qeyd eləyir ki, mənim şirkətimə işçilərdən akademik bilikləri yüksək olanlar yox, emosional zəkası yüksək olanlar lazımdır. Əlbəttə. İntellektual zəka müəyyən bir yerə kimi lazımdır. Amma bir insan emosional zəkası yüksək deyilsə, yüksəklikdən əlavə emosional zəkasının ümumiyyətlə nə olduğunu bilmirsə, onun IQ-su o qədər də önəmli deyil. Savadlı ola bilərsən, bunu nə qədər istifadə edə bilirsən, necə istifadə edirsən, nə cür göstərə bilirsən. Komanda ilə apara bilirsən həmən istedadı. Cəmiyyətdə qıcıq yaradır bu şeylər əslində. Deyirlər ki, kifayət qədər savadı yoxdur heç, biliyi yoxdur, amma görürsüz ən öndə odur. İzah edə bilmirsən ki, önəmli olan nəyi nə qədər bilməyin deyil. Bəli, bilik də önəmlidir, amma müəyyən dərəcədə günümüzdə o qədər də önəmli deyil. Nəyi nə qədər bilməyindən daha çox necə göstərə bildiyin önəmlidir. Bu artıq məncə qəliblərdən çıxmağın zamanı gəlib. Artıq beynəlxalq bazarla ayaqlaşmalıyıq. Yəni biz buna belə yanaşa bilərik ki, uşaqlara düşünməyə kömək edək. Uşaqların düşünməsinə mane deyil. Aslı düşüncə yaratmaq lazım deyil. Azad bir düşüncə yaratmaq lazımdır.
azadlıq düşüncəsi blogerlərdə misal üçün edirlər, rahatlıqla özünü sosial şəbəkədə paylaşa bilirsə, o azad ruhludur. Xeyr, azad ruhluluq bu deyil. Bir insan əgər duyğularını tanıyırsa, özünü tanıyırsa, mən kiməm sualına daima sual və əlbəttə daima sual verib mən kiməm sualını inkişaf etdirərək cavab tapa bilirsə və əlavə olaraq aslı düşüncəsi yoxdursa, öz şəxsi, yəni özünü tanıdığı üçün real, təbii düşüncəsi varsa, insan o zaman azaddır. Burada sual ortaya çıxır ki, azadlıq nədir? Azadlıq hər şeyi edə bildiyin halda seçib yalnız özün üçün faydalı olanları etmək deməkdir. Və ya başqa cür desək, azadlıq istədiyin hər şeyi etmək deyil də, istəmədiyin heç bir şeyi etməməkdir. Beləliklə, fikrimcə yekunlaşdıraq artıq, insanları da yormayaq. Biz də məncə yorulmuşuq artıq. Əziz izləyicilər, əziz valideynlər, əziz uşaqlar, yeniyetmələr, gənclərimiz, həyatda çalışaq ki, öz mövqeyimiz olsun. Kimdənsə öyrəndiklərimizlə, kimdənsə asılı olaraq deyil. Öz düşüncəmiz, azad ruhumuzu dərk edərək addımlarımızı ataq. Belə, daha bir buraxılışımızın sonuna gəldik. Növbəti həftə daha gözəl xəbərlərlə qayıtmaq ümidi ilə. Hələlik. Hadisələr dəyişir, adlar dəyişir, əsas mahiyyət isə qalır. Cəmiyyət olaraq çalışaq ki, izləyən tərəfdə yox, nəticə çıxaran tərəfdə olaq. Sağ olun, salamat qalın.